Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya klublarının son 5 ili əhatə edən yeni reytinq cədvəlini açıqlayıb. Yenavaz.com xəbər verir ki, Federasiya reytinq cədvəlini hazırlayan zaman 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nədək olan müddəti əsas götürüb. Qeyd edək ki, 498 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi Qarabağ 768,75 xalla 71-ci pillədə qərarlaşıb. Qarabağdan başqa Azərbaycanın daha 3 klubu reytinq cədvəlində yer alıb. Neftçi 300 xalla 375-ci, Zirə 290,5 xalla 399-cu, Sabah isə 283,125 xalla 411-ci sırada qərarlaşıb. Onu da bildirək ki, Qarabağ keçmiş SSR ölkələrini təmsil edən klublar arasında ilk sırada yer alıb. Qarabağ eyni zamanda Türkiyənin Beşiktaş klubundan 56 pillə irəlidədir. Bunlardan başqa Qarabağ reytinq cədvəlində İspaniyanın Sevilla, İngiltərənin Newcastle United, Fransanın Olimpik Marsel, Ukraynanın Şaxtyor klublarından öndə olub. Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur. Bundan əlavə siyahıda Türkiyənin Fənərbağçə klubu 28-ci, Qalatasaray klubu isə 45-ci sırada yer alıb.